Bəzi insanlar Gəncəyə bölgə deyə müraciət edirlər. Mən deməzdim ki, Gəncə bölgədir. Gəncənin tarixi Azərbaycanın tarixi ilə sıx bağlıdır. Siz bilirsiniz ki, çox mühüm hadisələr də həmişə Gəncədə baş verib. Gəncə nəinki ictimai-siyasi həyatda fəal olan xadimləri ilə, həmçinin tanınmış sənətkarları ilə də şöhrət qazanıb. Onlar Azərbaycan teatr və kino sənətinin inkişafında mühüm rol oynayıblar. Mən bura gələndə gördüm ki, heç Bakıda belə gözəl və əzəmətli teatr binası yoxdur. Bu teatrın çox gözəl ənənələri var. Mən yaradıcı kollektivlə də tanış oldum, yaxşı aktyor truppası var. Onların hər biri çalışıb, əziyyət çəkiblər. Amma həyat dəyişir, bir yerdə qalmaq, dayanmaq olmur. Biz hər dəfə inkişaf etməliyik. Yerində qalıb saymaqla kifayətlənmək olmaz. Yeni işlər görməliyik ki, tamaşaçıların etimadını doğruldaq. Bunu Gəncə Dövlət Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev deyib.